Ehsan süfrəsi verəndə müğayət oluna görün kimi çağırırsınız və süfrənizdə kim oturacaq. Çalışın toxları ehsana çağırmayın, acları çağırın ehsana. Çalışın imkansızlara iftar verin, imkanlıya iftar verməzlər. Mən çox deyəmirəm məsələlərin üstündə, mən biraz pis adamam, sonra pis danışacağım. Deyir, birinci gün ehsan süfrəsi açıldı, gözüm yoldadır. Allah bu kişi gələydi mənim evimə bərəkət verəydi, Allah buna inan. Bayır axşam oldu, qonaqlıq qutardı, bu kişi gəlmədi. İkinci gün oldu, yenə də süfrələr quruldu, cəmaat gəlir, gedir, hamısına qulluq edirlər, qohumlarım, əqrabalarım. Gözüm qalıb yolda, görən bu hambal gələcək ya gəlməyəcək. Bir ikinci gün oldu, gəlmədi. Çox nigaran oldum, artıq düşündüm ki, deyəsəm, layiq bilmədi mənim evimi gəlməyə. Çox nigaranam. Üçüncü günündür ehsan süfrəsində oturmuşdum, gördüm ki, bu Allahın dostu, Həzrəti İmam Zaman Ağanın dostu gəldi.